Salam əziz şagirdlər, bu gün sizə sözün tərkibində leksik və qrammatik şəkilçini ən bəsit yolla necə tapmaq olar, onu izah edəcəm. Çünki bəzi uşaqlarımız şəkilçiləri ayırd edə bilmir. Bir sözə yalnız sual verərək sözdə neçə leksik, neçə qrammatik şəkilçi var, onu bilə bilərik. Qarşımızda qopardılmışdır sözü var. Qopardılmışdır sözü nə etmişdir sualına cavab verir. Yadınızda saxlayın, qrammatik şəkilçi sualın tərkibində işlənir. Yəni, qrammatik şəkilçilərimiz sualın tərkibində işləndiyi halda, leksik şəkilçilərimiz sualın tərkibində iştirak etmir. Nə etmişdir sualına cavab verdiyi üçün sözümüzdə mış və dır qrammatik şəkilçilərdir. Amma yerdə qalan qopmaqdan qoparmaq leksik, qopart-dı orada ayrıca t leksik şəkilçisidir, qopartmaq, qopartmaqdansa qopardılmaq, ıl isə feildən feil düzəldən leksik şəkilçidir. Sözümüzdə 3 leksik, 2 qrammatik şəkilçimiz var. Bir daha təkrar edirəm, sözə sual verərək tərkibində neçə leksik, neçə qrammatik şəkilçi var tapa bilərik. Leksik şəkilçilər sualın tərkibində iştirak etmir.